Bura sən qonaq kimi gedəsən. Biri var, bu sənin vətənindir. 30 il işğalayla, indi sən ora bir də gedirsən. Bundan gözəl bir his yoxdur. Bu biraz ağır hisslədir. Əvəz olunmayan bir hədiyyə. Amma həm də ki, yeganə mən sözümdə ölkəmizin, prezidentimizin, ordumuzun xalqımıza və dövlətimizə deyək. Xalq əvvəli deyil ki, xalq ümumi varsa, amma dövlət, millət, vətən əvvəldə dövlətimizə, vətənimizə bir hədiyyəsidir. Burada bu belə bu öz yerimizə, bu aprel döyüşləri ilə bağlı mən özümlə çox pis bir, belə deyək də, ruhdan düşmüş bir vəziyyətdəyim. Mənə çox pis təsir eləmişdi. Nəyə görə? Çünki mənim komandirim burada şəhid idi. Vaxtı ilə mənim hərbi xidmətdə kəşfiyyat rəisim var. 2002-2003-cü illərdə mən hərbi xidmətdə olmuşam. Murovqanın istiqamətində. Biz 72 sayılı hərbi istiqamətdə. Orada mənim kəşfiyyat rəisim var idi, Rauf Oruc. Rauf Orucov artıq polkovnik leytenant rütbəsinə yüksəlib Azərbaycanda kəşfiyyat üzrə hərbi hissə komandidir. Onun orada şəhid olmağı mənə çox pis təsir etmişdir. Orada nəyin kiralık olmuş? Orada Pəncəli Teymur şəhid olmuşdu. Murad Mirzəyev. Məlumat hazırlayıblar. Məlumat hazırlayıblar uşaqlar bəli. Bunlar ölgəliyə uşaqlar. Bunlar qəhrəmanlar. Bunlar bizim kinolarda gördüyümüz o qədim, o eləsi var ki, bəlkə də mifli, görmüyormuş, bəlkə də. Bunlar real bir uşaqlar. Rauf Orucov kimi kəşfiyyatçı mən hələ görmüşəm. Düşmən arxasına gedir, 10 gün Murovda, soyuq havada düşmən arxasına keçəsən, ərzağın qutara, az yalamaz bir təhər, amma əli boş geri dönməmişdir. Ermənistan ordusunun alay komandirinin oğlunu civab götürüb gəlmişdir. Belə bir qəhrəman. Biz bunu kinolarda görmüşük. Deyir ki, yox, elə şey ola bilməz insan. Bax, budur, bax, budur.